Xaricilər yerli mədəniyyəti, insanların real gündəlik davranışını görməkdən ötürü bazarları sevir. Bizim insanımız bazardan biraz uzaq durur. Əslində Şəki istirahətə gəlmişəmsə biraz lüks yerlərdə oturum məntiqi var. Ona görə bu videonu çəkirik ki, Şəki bazarına nə qədər maraqlı olduğunu göstərək. Bakı xaricində regionlardakı ən böyük bazarlardan biri Şəkidədir. Ən böyüyüdür deyərdim, amma yoldaşlar dedilər ki, Şamaxı, Bərdə, Şəmkir, Gəncə bazarları da kifayət qədər böyükdür. İlk olaraq görməli olduğunuz yer halvaçılar sırasıdır. Yan-yana çoxlu halva, şirniyyat deyək də, şirniyyat satan adamlar var. Çox gözəl mənzərəsi var oranın. Ondan sonra əsas hissəyə giririk. Xüsusilə də belə payız vaxtları rəngarəng olur, fərqli meyvələr, tərəvəzlər olur deyə. Yanında ayrıca ət bölməsi var və gülab. Əvvəlki videolarda demişdik, Şəki bazarından fərqli otların distilləsini, gülabını almaq olur. Orada da tutma, ağartı, gülab bir bölmədədir. Başqa hissədə ədviyyatlar var. Biz orada video çəkdik gedib, bu quru otlar müxtəlif. Satıcı daydaylar dedilər ki, bizdə həyətdə özümüzün yetişdirdiyi zəfəran da var. Bunun da videosunu çək. Onu da indi bura qoyacağam. Ona da ayrıca daydaylara söz verdim ki, videonun içərisinə qoyacağam onu. Bir də bazarın maraqlı hissəsi, kəndlərdən insanlar öz məhsullarını gətirirlər satmağa. Normaldan daha ucuz olur, çünki yer pulu və s. olmur deyə və daha orqanik, daha sağlıqlı olur. Gedirsən bir vedrə almadı, deyək ki, 3 manat ver götür. Adətən mən elə eləyirəm bazara gedəndə. Həm də Şəkinin kəndlərinə getmək istəyənlər kənd avtobusları avtovağzaldan çıxmır. Bazarın yanından çıxır bütün kənd avtobusları. Şəki gələndə görməli olduğunuz, amma insanların çox da ziyarət eləmədiyi yerlər haqqında da videolar çəkəcəyik. Bizi izləməyə davam edin.